Biz görməmişik ailəmizdən ki, bir adamın xoş günü olar və o xoş gündə bir fərqli bir nəsə eləyərlər. Məsələn, deyərlər ki, bu gün filan kəsin ad günüdür. Durun yığılıb gedirik nə bilim hansısa rayona əylənməyə. Əylənməyimiz də nədir? Məsələn, gəzməyə. Gəzmək. Gəzirik. Bizdə nətərdir? Ya evdə qonaqlıq olur. O süfrənin üstündə hər şey var, ancaq otursan evdə. Və hətta rayona getsən belə orada da qonaqlıqdır. Təxminən o ad günü filmində Hədə yəni kimi. adam nə qədər qonaqlıq görər, nə olur qonaq. Məsələn ki, mən gedirəm deyirsiniz ki, işdən və yaxud da hardasa. Deyirlər ki, gedirik filan illiyimizi qeyd eləməyə də. Rahansıra Lənkərana gedirik, hə? Niyə? Gedib oturasan orada heç nə, Lənkəranda oturub yeyib içəsən. Nə durub gəzmək var, nə maraqlanmaq var. Və biz bunu görmüşük deyə, bizdə əyləncə təfəkkürü yoxdur. Bəli, bəli. Bizim beynimizdə alternativ yoxdur. Biz elə bilirik ki, adam xoş gündə ancaq yeyib içər. Yeyib içmək, görün yeyib içmək təfəkküründən çıxsa nə qədər problemlər həll olur. Bu yaslar həll olur, toylar həll olur. Müəllim, o yeyib içənlər gəzib gələnlərdir də. Nə gəzib? Acırlar, başlayırlar yeməyə də. Olur ki, bizim pulumuz var. Mən uşaqlara deyirəm ki, gəlin çayxanaya getməyək, gəlin gedib bowling oynayaq. Bu adamları mən yığıb aparamıram bowling oynamağa. Deyir, mənə bowling maraq vermir. Və yaxud da nə bilim, mən gedib çay içmək istəyirəm. Və yaxud da deyirəm ki, gedək məsəl üçün başqa bir əyləncə növü ilə məşğul olaq, gəlmirlər.